Allah Teala bu qeyrətli, şücaətli mərd, əhl-i sünnə aliminin qapısını açsın və işinə fərəc versin. Bəzi əzizlər şübhə yayır və bəzilərinin beynində suallar var ki, bu qardaşımız bəzi səhv mövqeyləri olub. Bu kamil insan ola bilməz. Bir. İkincisi, sizin düz mövqeyiniz nədir? Siz nə etmişsiniz İslam üçün? Siz nə qədər zalimlə mübarizə aparmışsınız? Sizin nə kimi xidmətləriniz, fəaliyyətləriniz olub? Siz nə qədər öz canınızı təhlükəyə atmışsınız, malınızı, öz ailənizlə, həyat yoldaşı ilə bu dəfə həbsə düşüb? Neçənci dəfədə həbsə düşür? Fələstini nə qədər müdafiə edib, şiələri nə qədər müdafiə edib, İslam inqilabını nə qədər müdafiə edib, zalimları, uşaq qatillərini, pedofilləri nə qədər sındırıb, nə qədər onlara lənət oxuyub, onları alçaldıb, iç üzünü ortaya çıxardıb. Siz onun gördüyü işin nə qədərini görmüsünüz? Siz əgər ondan səhv tudursunuzsa, sizin öz etmədikləriniz, qorxduğunuz məsələlər ki var, etmirsiniz, deməli siz özünüz də nöqsan içərisindəsiniz. Siz bunu başa düşmürsünüz ki, 99% əhl-i sünnə alimləri ona qarşı çıxıb, onunla mübarizə aparır, ona qarşı təxribat öyrədirlər. Çünki əhl-i sünnədən belə bir kadrların çıxması nadir hallarda baş verir. Buna şükr etməliyik, bu adama dəstək olmalıyıq, ruhiyyə verməliyik, kömək etməliyik ki, qabağa geçsin. Çünki İslamın xeyrinədir. Çünki Fələstinin xeyrinədir, çünki məzlumların xeyrinədir, çünki bu zalimları narahat edir, müsəlmanların birliyi, vəhdəti. Amma siz yenə də bu vəhdəti pozursunuz. Nə etmək istəyirsiniz? Niyə belə edirsiniz? O sinəsini sipər edib, belə əhl-i sünnə alimləri onun üçün bəsdir ki, o qədər onu narahat edirlər, dalıca danışırlar, pisliyini deyirlər. O bizdən bir mövqeydədir. Çünki zalimlə mübarizə aparır. Çünki İmam Hüseyn əleyhissalamla örnək götürüb. O zalimları narahat etdiyinə görə, zalimları qorxutduğuna görə bugün ailəsi ilə həbsdədir. Neçənci dəfədə həbs çəkir. Amma sən kondisionerin altında oturub burada rəy yazırsan. Utanın. Vəhdəti, birliyi pozmayın. Bu etdiyiniz əməllər cühudların və vahabilərin sevincinə səbəbdir.